Yaxşı. Uşaqlar, bugün başlayırıq Xalq Cümhuriyyəti mövzusunu. Nəhayət ki, Azərbaycan Xalq Cümhuriyyətini keçirik. İlk əvvəl deyək ki, biz dedik ki, 1918-ci ilin fevral 10-da Cənubi Qafqazı idarə etmək üçün yaranmışdı Seym. Düzdür, Cənubi Qafqaz Seym. Və bu Seym öz fəaliyyəti zamanı neyləmişdi? Trabzon konferansı keçirdi, sonra Seymin erməni gürcü nümayəndələri müharibə apardı Osmanlı ilə və bu müharibədən sonra Cənubi Qafqaz Federativ Respublika elan olundu. O da 34 gün yaşadı. 1918-ci ilin 26 may tarixində Seymin gürcü nümayəndələri dedilər ki, biz çıxırıq və öz dövlətimizi yaradırıq. Cəmi bir gün sonra 27 may tarixində Seymin Azərbaycanlı nümayəndələri Milli Şuranın yaradılması haqqında, Azərbaycan Milli Şurasının yaradılması haqqında qərar qəbul etdilər və Milli Şuranın rəhbəri olduğu Məmməd Əmin Rəsulzadə. 28 may tarixində isə Milli Şura nümayəndələri istiqlaliyyət bəyannaməsini qəbul etdilər. Beləliklə, 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını elan etdilər. Bir neçə gün sonra radio vasitəsilə bütün dünya ölkələrindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında xəbər verildi. Bir dənə dövrün ümumiyyətlə şəraitinə baxın, fikir verin. Biz AXC-ni elan eləmişik harada? Tiflisdə. Bakı kimin əlindədir? Xalq Komissarları Sovetinin, yəni bolşeviklərin əlindədir. Ölkənin Bakı quberniyası ümumiyyətlə, böyük hissə onların əlindədir. Biz paytaxt eləyəcəyimiz şəhərə hələ ki gedə bilmirik. İkincisi, ordumuz da yoxdur. Döyüşə bilən əsgərimiz, zabitimiz də yoxdur. Niyə? Çünki Azərbaycanlılar əsgərlikdən mən edilmişdir. Yəni ki, əsgərlik əvəzinə pul ödəyirdilər, hərbi vergi ödəyirdilər, 87-ci ildən bəri. Belə olan şəraitdə Osmanlı dövlətinə müraciət edildi və 18-ci ilin 4 iyun tarixində Batumda Osmanlı ilə sülh və dostluq haqqında müqavilə bağlandı. Müqavilənin bəndinə əsasən Osmanlı dövləti Xalq Cümhuriyyəti müstəqil dövlət kimi tanıyan ilk ölkə oldu və eyni zamanda 4-cü bəndə əsasən Azərbaycan Xalq Cümhuriyyətinə hərbi yardım göstərməyi öz boynuna götürdü. Amma ki, vəziyyət belə idi ki, Osmanlı özü Birinci Dünya müharibəsində olduqca ağır vəziyyətdə idi və kənar yerlərə ordu göndərə bilmirdi. Göndərdiyi ordunun da adını dəyişdi, qoydu nə? Qafqaz İslam Ordusu. Qafqaz İslam Ordusunun ümumilikdə hərbiçilərinin cəmi 6000 nəfəri Osmanlıdan gəlmişdi. Geri qalanları isə Azərbaycanlılardan ibarət xalq qoşunu kimi bir ordu idi də. Yəni ki, əslində döyüşməyə bacarmayan, sadəcə könüllülərdən ibarət ordu idi. Qafqaz İslam Ordusu deməli belə. İndi sizə deyək ki, Xalq Cümhuriyyəti elan olunduğunu, onun idarəetmə formasına, yaranandakı idarəetmə formasına baxaq. O hissələri biraz qarışdıra bilərsiniz, ona görə deyirəm. Xalq Cümhuriyyəti parlamentli respublikadır. Amma hal-hazırki vəziyyətdə parlamentin əvəzində nə idi qanunlar qəbul edən qurum? Milli Şura, Rəsulzadənin rəhbərlik etdiyi Milli Şura qərarlar qəbul edən orqan idi. Yaxşı, bu qərarları icra edən orqan hansı idi? Hökumət kabinetləri, yaranan hökumət kabinetləri. Birinci, ikinci, üçüncü hökumət kabinetinin rəhbərliyi edirdi Fətəli xan Xoyski. Yəni, hökumətin rəhbəri Fətəli xan Xoyski idi. Ancaq 16 iyunda müvəqqəti paytaxt kimi Gəncəyə köçürülürdü. Gəncəyə gələn Qafqaz İslam Ordusunun zabitləri və Xalq Cümhuriyyətinin qurucuları arasında bir anlaşılmazlıq yarandı. Və Nuru Paşanın rəhbərlik etdiyi Osmanlı generalları hökumətə etimadsızlıq göstərdilər. Bunun nəticəsində, bax, bu çox önəmli məqamdır bu hissə. Bu hadisənin nəticəsində Milli Şura fəaliyyətini dayandırdı. Rəsulzadənin rəhbərlik etdiyi Milli Şura fəaliyyətini dayandırdı. Və bütün səlahiyyətlər Xoyskinin rəhbərlik etdiyi ikinci hökumət kabinetinə verildi. Ancaq o şərtlə ki, ikinci hökumət kabineti 6 aydan gec olmayaraq parlamenti çağırmalıdır. 6 aydan gec olmayaraq parlamenti çağırmalıdır. Bu şərtlərlə ikinci hökumət kabinetini rəsmi qurum kimi tanıdı generallar və beləliklə Gəncənin adı ilə Bakının azad edilməsi uğrunda mübarizə başladı. Qafqaz İslam Ordusu və Bakı Xalq Komissarları Soveti arasında
27 iyun, 1 iyul tarixlərində Göygöl döyüşləri baş verdi. Qafqaz İslam Ordusu bu döyüşlərdə qalib gəldi və artıq Bakı Xalq Komissarlarının, Sovetinin qüvvələri daha da zəiflədi. İyulun ortalarına doğru artıq yavaş-yavaş Bakıya yaxınlaşdı Qafqaz İslam Ordusu və iyulun 31-i tarixində Xalq Komissarları Sovetinin rəhbəri kim idi? Erməni Şamiyan. Şamiyan və onun digər yoldaşları gəmiyə minərək qaçdılar Həştərxana, yolda tufana düşdülər, geri qayıtdılar. Sonra da deyilənə görə sürgün edilərək Qazaxıstanda öldürüldülər. Belə bir məsələ var. Və Bakı Xalq Komissarları Sovetinin süqut etməsi ilə avqustun 1-də hansı qurum yarandı? Sentrokaspi diktaturası. Sentrokaspi diktaturası. Bakıda ermənilərdən ibarət Sentrokaspi diktaturası yarandı. Yaxşı, bu Sentrokaspi diktaturası neynədir? Xalq Komissarları Sovetinin yarandı. İngilis qoşunları Bakıya dəvət elədi. Ənzəlidə olan İngilis qoşunları Denis Stervelin rəhbərliyi ilə gəldilər Bakıya, təqribən 1000 nəfərə yaxın İngilis əskəri ilə birlikdə. Denis Stervel gəldi Bakıya, ona ermənilər elə çatdırmışdı ki, onsuz da Bakı bütün dünyada məşhur idi o dövrdə. Nefti belə, deyirdi ki, hücumdan müdafiə olmaq çox asandır, Bakını ermənilər çox yaxşı müdafiə edir, belə yalandan uydurmuşdular. Denis Stervel gəlir, görür ki, Sentrokaspi diktaturasına ümumiyyətlə əhali arasında inam yoxdur və ümumiyyətlə də ordusu o qədər də güclü deyil. Və qısa müddət, avqustun 4-ü gəlir, təqribən 20 gün bir ay ərzində də qayıdıb gedir İngilis qoşunları, çıxıb gedirlər. Sentyabrın 15-i tarixində Qafqaz İslam Ordusu nəhayət ki gəlir və uzun mühasirədən sonra Bakı şəhəri azad edilir. Bakı şəhərinin azad edilməsinə təqribən 1100 Osmanlı əskəri və zabiti həlak olmuşdu. Ümumilikdə isə Xalq Cümhuriyyətinin qurulması və Bakının azad olunması yolunda 100 minə qədər insan canından keçmişdi. İndi Xalq Cümhuriyyətinin yaranması belə, başa düşdüyü yaradılmasını və Bakının azad olunmasını. Paytaxt da Gəncədən köçürüldü, təbii ki, Bakı şəhərinə. İndi, AXC-nin daxili siyasətinə baxaq. Daxili siyasətində məsələ nədir? Yadınızdadır, burada dedik ki, uşaqlar, burada dedik ki, ikinci hökumət kabineti bütün səlahiyyətləri öz üzərinə götürür. Amma o şərtlə ki, 6 aydan gec olmayaraq Milli Məclisə, yəni parlamentin seçkilər keçirilməlidir. Və 16 noyabr tarixində Milli Şura yenidən fəaliyyətini bərpa edir və Milli Şura 20 noyabrda parlament haqqında qərar qəbul edir. Bu qərara əsasən 1918-ci il 7 dekabr tarixində AXC-nin ilk parlamenti fəaliyyətə başlayır. Parlament mövcudluğu dövründə 230-a qədər qərar qəbul etmişdi, bir palatalı parlament idi, digər millətlərin nümayəndələrinə də hüquq və azadlıqlar verilmişdi. Məsələn, ermənilərin deputatı var idi, Azərbaycanda yaşayan rusların da, nə bilim hansısa digər millətlərin də öz nümayəndələri təmsil olunurdu parlamentdə. 26 dekabr tarixində yenə də Xoyskinin rəhbərliyi ilə 3-cü hökumət kabineti fəaliyyətə başladı. Mən bu hökumət kabinetlərini niyə qeyd eləmişəm? Sizə testdə belə sual verir. Deyir ki, birinci hökumət kabinetinə aid olanı seçin və ya ikinciyə və ya üçüncüyə aid olanı seçin. Yəni, siz bu hökumət kabinetlərinin nələr elədiyini mütləq bilməlisiniz. Sonra, məsələn, birinci hökumət kabineti ilə ikinci hökumət kabinetinin ortaq cəhəti nə ola bilər? Milli Şuranın fəaliyyət göstərməsi. Belə. Dövlət quruculuğuna baxsaq, dövlətin quruculuğu dedikdə bayrağın, himnin, ordunun və s. yaradılmasıdır. 24 iyun Xalq Cümhuriyyətinin ilk qırmızı rəngli aypara və ulduzlu bayrağı qəbul edir. Bu Osmanlı bayrağına oxşayan bayraq idi. 9 noyabr tarixində isə 3 rəngli müasir hazırki Respublikamızın 3 rəngli bayrağı dövlət bayrağı kimi qəbul edilmişdir. 27 iyun tarixi Azərbaycan Türk dilinin dövlət dili elan olunmasıdır. Bu əsas hadisələr bunlardır. Əsas hadisələr bu ikisidir, dövlət quruculuğunda. 19-cu ilin iyulunda Müəssislər Məclisinə ölkədə seçkilər keçirilmişdir. Yəni ki, Müəssislər Məclisi ali
əsas qanunverici orqandır. Müəssisələr Məclisinə seçkilər keçirilməsi nəzərdə tutulmuşdur. 19 avqustunda vətəndaşlıq haqqında qərar qəbul edilmişdir parlamentdə və 26 iyun tarixində isə milli ordunun yaradılması haqqında qərar verilmişdir. Milli ordu bilirsiniz hansı ordu əsasında yaradılmışdır. Bundan əvvəlki Birinci Dünya müharibəsinin mövzusunda keçmişdik. 17-ci ilin dekabrında Əlavə Şıxlinski deməli müsəlman korpusu yaratmışdır. Və həmin müsəlman korpusu əsasında da Azərbaycanın ilk ordusu qurulmuşdur. İlk ordu yaradılmışdır. Hərbi nazirlik məsələsində biraz fərqlilik var. Birinci hökumət kabinetində nazirlik yaradılmışdır. Yaradılma təşəbbüs göstərilmişdir, amma yaradıla bilməmişdir. Və bundan sonra ordunun qurulması tapşırılmışdı Nuri Paşaya. Qafqaz İslam ordusunun rəhbəri Nuri Paşaya tapşırılmışdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin ordusudur. Və nəhayət, noyabrın 1-də isə 18-ci il hərbi nazirlik yaradıldı. Və ilk hərbi naziri oldu elə Xoyskinin özü. Xoyskinin özü oldu. Sonralar isə, dekabrda isə, cəmi bir ay sonra, Mehmandarov bilirsiniz də, Birinci Dünya müharibəsində. Mehmandarov hərbi nazir oldu, Şıxlinski isə onun müavini olmuşdur. Hərbi nazirlik hansı işlər gördü? Qısa müddət ərzində 50 minə yaxın bir ordu topladı. Xarici siyasətdə keçəcəyik. Gürcüstanla, İtaliya ilə müqavilələr bağlanmışdı. Hərbi əməkdaşlıq mövzusunda müqavilələr bağlanmışdı. Sonra 19-cu ildə hərbi donanma yaradılmışdı. Hansı ki, İngilis qoşunlarının deməli, İngilis qoşunları Azərbaycanı tərk edildikdən sonra onların verdiyi silahlar əsasında. Mən sizə burada saxlayıb bir şey demək istəyirəm və burada dayandım. İndi, Osmanlı qoşunu sizlə nə zaman Azərbaycanı tərk elədi? Gəldilər, Bakını azad eləməyə kömək elədilər. Bəs Azərbaycanı nə zaman tərk elədilər? Yox. Mudros müqaviləsi ilə Osmanlı Birinci Dünya müharibəsindən çıxır ha. Ondan bir ay sonra. Oktyabr bir ay sonra Mudros müqaviləsi, noyabrda isə Qafqaz İslam ordusu Azərbaycanı tərk edir. Yaxşı, Qafqaz İslam ordusunun yerinə hansı ordu gəlir Azərbaycana? İngilis ordusu. General Thompsonun rəhbərliyi ilə İngilis ordusu gəlmişdir. İngilis ordusunun Bakıda olması bizə müəyyən çətinliklər yaradırdı. O çətinliklər ki, Bakıda özləri üçün general qubernatorluq yaratmışlar. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə müdaxilələr edirdilər işinə. Amma bir tərəfdən müdaxilə edirdilər, bir tərəfdən də nə idi? Bizim təhlükəsizliyimizin təminatı idi, qoruyucusu idi İngilis ordusu. İngilis ordusu buradaydı deyə Sovet Rusiyası, yəni Lenin rəhbərliyi ilə bolşeviklər bizə söz deyə bilmirdi. Yəni dünyadakı heç bir dövlət, düz ermənilərdən başqa, ermənilər də o dövrdə separatçılıq fəaliyyəti yürüdürdü, bizə söz deyə bilmirdilər. Amma nə zaman ki İngilis qoşunları Azərbaycanı tərk edir, o zaman Sovet Rusiyası başlayır bizə təhdid etməyə, bizi təhdid etməyə. Burada AXC elan olunandan sonra uşaqlar Qarabağda, Zəngəzurda və Naxçıvanda ermənilər yenə də separatçılıq fəaliyyəti yürüdürdülər, kəndlərə basqın edirdilər və soyqırımlar keçirirdilər. Bunun qarşısını almaq üçün 1919-cu ilin yanvarında Qarabağ General Qubernatorluğu yaradıldı. Xosrov bəy Sultanovun rəhbərliyi ilə. Qarabağ General Qubernatorluğunun məqsədi Azərbaycanın Qarabağ bölgəsini Xalq Cümhuriyyətinə tabe etdirmək idi. 19-cu ilin avqustunda ermənilər, Qarabağdakı ermənilər AXC hökumətinə təslim olmaqla bağlı yazılı müqavilə imzalayırlar. Yazılı olaraq təslim olduqlarını bildirirlər və Xalq Cümhuriyyətinin tərkibində yaşamağa razı olduqlarını bildirirlər. Sonra yenə davam edirlər. 19-cu ilin noyabrında isə Tiflis sazişi imzalanır Ermənistan və Azərbaycan Xalq Cümhuriyyəti arasında. Tiflis sazişinə görə Zəngəzur ərazisindən, Zəngəzur bilirsiniz də Azərbaycanla Naxçıvan arasında. Hər iki dövlət öz ordusunu Zəngəzurdan çıxarmalı idi. Hər iki dövlət çıxarmalı idi. Amma Azərbaycan Xalq Cümhuriyyəti ordusunu çıxardı, ermənilər isə çıxarmırlar, Zəngəzurda saxlayırlar ordusunu. Naxçıvan General Qubernatorluğuna baxsaq, o da eyni ilə Naxçıvanı qorumaq üçün yaradılmışdır. Hətta Naxçıvanda bir müddət erməni idarəçiliyi ilə mövcud olmuşdur. General Qubernatorluq 19 fevralda yaradılmış və Bəhram xan Naxçıvanski, sonra isə
deməli, Səməd bəy Cəmilinski qubernatorluğun rəhbəri olmuşlar. Araz Türk Respublikası da Naxçıvanda yaradılmış bir qurum idi. Araz Türk Respublikasının yaradılma məqsədi nə idi? Naxçıvanı xarici müdaxilələrdən qorumaq və xalq cümhuriyyətinin tərkibində saxlamaq idi. Araz Türk Respublikası 1918-ci ilin deməli, noyabrından 19 martına qədər fəaliyyət göstərmişdir və bu fəaliyyət göstərdiyi dövr ərzində xalq cümhuriyyətinə tabi olmuşdur və Araz Türk Respublikası erməni hücumlarından Naxçıvanı qorunmuşdur. Bir dənə də separatist Sovet Muğam Respublikası, bu nədir soruşsaz, 19-cu ilin mayında Bolşeviklər tərəfindən Lənkəran Astara zonasında yaradılmışdır. Güya orada Sovet hakimiyyəti elan etmişlər, xalq cümhuriyyətinə tabi olmaq istəmirlər. Avqustunda ordu yeridilir Lənkərana və separatist Sovet Muğam Respublikasının son qoyulur. Qısacası, bu boyda Azərbaycan görürsünüz, dövlət yaradıb, hər bir tərəfdən çəkişdirir. Həm də özümüzünkilər, daxildəkilər, yəni ermənilər də bizimkilər idi də, Azərbaycanın tərkibində yaşayanlar idi, Qarabağdakı, ya Zəngəzurdakı, cənubda nə bilim, separatçı Sovet Muğam Respublikası, hər bir tərəfdən belə çəkişdirir. Və bu şəraitdə xalq cümhuriyyəti idarə eləmək olduqca qəliz məsələdir. Birincisi pul yox, ordu yox, güc yox, yəni Azərbaycanın bütün varlığı saxlamaq çətin idi. Sosial-iqtisadi tədbirlərə baxsa, 18-ci ildə Bakı bonu adlı pul vahidi buraxılmışdı, 18-ci sentyabrında. 19-cu sentyabrında isə Dövlət Bankı yaradılmışdır. Neft siyasətinə baxsa, uşaqlar, xalq cümhuriyyəti yaranan zaman neft siyasəti ümumiyyətlə tamamilə böhran dövrünü keçirirdi. Bizim əsas nefti satdığımız yer haraydı? Hardan keçirdi bizim neft məhsullarımız? Rusiyadan keçirdi, Rusiya satırdı da, Çar Rusiyası dövründə. İndi xalq cümhuriyyətinin Rusiyanın heç bir münasibəti yoxdur və biz nefti kimə satarıq? Neyə yaxşı? İndi fikirləşirlər, bir də Bakı-Batum kəməri var idi də. Biz də amma bu kəmərdən istifadə edə bilmirik. Biz bu kəmərdən ancaq Versal keçəcəyik, Versal müqaviləsindən sonra istifadə etməyə başlayacağıq. Və Azərbaycanda ancaq sonuncu hökumət kabineti idi ki, istəyirdi ki, 4-cü hökumət kabineti daha doğrusu Rusiya ilə istəyirdi ki, nəsə bir münasibətlər qursun, ən azı neft sənayesini, nefti satmaq üçün. Düzdür, biz neftlə bağlı Gürcüstanla məsələn müqavilə bağlamışdı, biz onlara neft verəcək, onlar bizi silah sursat verəcək və s. Sosial tədbirlər nələrdir uşaqlar? Fəhlələrin şərait yaxşılaşdırılmışdı, bir neçə dəfə maaşlar artırılmışdı, Himayədarlıq Nazirliyi yaradılmışdı, kasıb ailələrə yardımlar edilirdi, Aqrar İslahat Komissiyası yaradılmışdı, ancaq ki, testlərə düşür. Xalq Cümhuriyyəti dövründə aqrar islahat keçirilmədi. Xalq Cümhuriyyətinin sosial bazasının, yəni əhalinin Xalq Cümhuriyyətinə inanmanın zəifləməsinin ən əsas səbəbi nə idi? Xalq Cümhuriyyəti mövcudluğu dövründə kəndlilərə torpaq verə bilmədi. Kəndliləri torpaqla təmin edə bilmədi. Düşünülürdü ki, mülkədarlardan torpaqlar alınsın və həmin torpaqlar kəndlilərə paylansın. Amma bu layihəni həyata keçirmək hökumətin daxilindəki qarşıdurmalara görə bu layihəni həyata keçirmək mümkün olmadı və Xalq Cümhuriyyəti aqrar islahatları keçirə bilmədi. Mədəni tədbirlərdən 18-ci ilin avqustunda məktəblər milliləşdirilmişdi. Xalq Cümhuriyyətinin yeganə milliləşdirdiyi şey nə idi? Məktəblər. Milliləşdirmək nə deməkdir? Dövlətin mülkiyyətinə keçirdi. Ancaq məktəb, yəni burada özəl məktəblərin falan söhbəti yoxdur. Bütün məktəblər dövlətin, yəni milliləşdirilmişdir. 19-cu ilin sentyabrında Bakı Dövlət Universitetinin yaradılması haqqında qərar qəbul edilir. Noyabrda universitet açılır. Yəni düşünün ki, Bakı Dövlət Universiteti 1919-cu ildə açılır. Bakı Dövlət 1919. 107 yaşlı universitetdə oxuyabilirsiniz. 108 yaşlı. 19-cu ildə əlifba islahatı keçirilir. Ancaq əlifba islahatında nə deyilirdi? Latin qrafika əlifbaya keçir. Ancaq bu mümkün olmur, mümkün olmadı. İstiqlal Muzeyi açılmışdı parlament binasında 20-ci dekabrında. İlk dövlət teatrı yaradılmışdı. Orada Nərimanovun Nadir Şahın piyesi tamaşaya qoyulmuşdu. AXC-nin rəsmi orqanı Azərbaycan qəzeti fəaliyyətə başlamışdı.
Bundan başqa Azərbaycanı öyrənən cəmiyyət yaranmışdı, digər qəzet və jurnallar fəaliyyət göstərirdi. AXC-nin mədəni tədbirlərində deyirik. Hələ ki, mövzumuz AXC-nin yaranması və daxili siyasəti oldu. İkinci hissə isə xarici siyasət və süqut olacaq. Demək, bu qədər.